Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in. Əmmə ba'd. Deməli, bir müddət öncə bizim Rafizi Qasım Səfərovla İmam Nəvvi haqqında mübahisələrimiz oldu və mən ona tələb etdim ki, yəni sən ki alimi ittiham edirsən, Nəvvini ki, yəni mübahisə zamanı, rəddiyə zamanı müxaliflə gördün ki, bacarmırsan, yalan danışa bilərsən. Dedim, açıq-aşkar hanı bu söz? Harda deyib Nəvvi və ittiham məqamında vadih, sarih söz lazımdır. Yəni aşağı aydın söz lazımdır. Və sən tutulmusan kulli məqsudin məhmud kəlməsindən. Amma mən sənə, sənin alimindən açıq-aşkar söz gətirdim. Xoidən, hansı ki o alimə sən rəhmət oxuyursan, alim kimi qəbul edirsən və onun fətvasını gətirdim ki, bəli, müxalifət yəni rəddiyə zamanı bacarmasan, söyə də bilərsən, böhtan da ata bilərsən, yalan da danışa bilərsən. Və dedim ki, yəni bax, bu əslində səndədir. İndi də deyirəm. Bu məsələ hələ sizdədir. Yəni özünün qapısı belə deyək, şüşədən olan başqasının qapısına daş atmaz. Və nəysə, Qasım buna cavab vermədi və bir neçə dəfə təkidlə tələb etdim və o məsələdən boyun qaçırtdı və cavab vermədi, getdi. Daha sonra Elvin Əzimov gəldi və indi güya cavab verib, o da saytdan Xalid ibn Səbtin, yenə heç olmasa Elvin hansısa bir şeyxi gətirdi bura, hansısa bir universitet müəllimini. Açığı deyəm, Xalid ibn Osman Səbti mən tanımıram və bir şey də demirəm, problem yoxdur, gətirmirsən, lap yaxşı. Yəni, etiraz eləmirəm. Sadəcə da, belə deyək ki, Qasım kimi etmədi. Qasım hansısa bir saytdan məchul, bilinməyən insanların belə deyək, fətvalarını gətirib, gülməli. Həqiqətən, yəni, biabırçı bir haldır onun elə etməsi. Nəysə, Elvin yenə heç olmasa gətirdi nəsə Xalid ibn Osman Səbtin sözünü və yenə baxaq nə deyir? Deyir, kullu məqsudin məhmudin yumkinu təhsiluhu bi qayril kəzib yahrumul kəzibu fi və in ləm yumkin təhsiluhu illa bil kəzib cazəl kəzib. Yəni hədəl itlaqu fihi işkəlun. Elvin Məhrəmov diqqətlə xahiş edir ki, qulaq asın. Hədəl itlaqu fihi işkəlun. Bu itlaqda işgal var. Yəni nə? Yəni Xalid ibn Osman Səbtin nəzərinə əsasən Cənab Nəvəvinin kəlamı mütləqdir. Bu mütləq deməyində işgal var. Yanlışdır bunun bu mütləq deməyi. Niyə? Əqrəb daha yaxşıdır ki, bu cür deməlidir. Ənnəl kəzibə la yacuzu mütləqən. Yəni ki, bu mütləq deyib. Amma doğrusu budur ki, yalan danışmaq mütləq şəkildə caiz deyil ki, əgər məsləhətlər olasa. İlla fil halatillati vərədə fiha. Məgər xüsusi hallarda ki, məsələn, 3 dənə sayırlar, bəzilər 4-ə yaxın çıxardılar, hədislərdə 3 dənə gəlib. Yəni, bunun mütləq deməsi yanlışdır. İşqal var, irad var bunun mütləq deməsində. Tamam. Yəni, kulli məqsudin məhmudin kəlməsindən tutumlusuz və mən də zaten dedim ki, bu yanaşma ilə getsək, hər bir şeyi burada nə qədər bir şey, yəni məsələlər burada daxil etmək olar və hətta ona görə Xalid ibn Səbt də burada, Xalid ibn Osman Səbt də burada deyir ki, hədəl itlaq fihi işgal. Fihi işgal. Yəni bu itlaqda, bu yəni sözdə işgal var. Daha yaxşı olardı ki, bu cür desin. Yəni işgal var çünki bax sənin kimilər buradan görsən bax belə şeylər çıxardılar. Yəni ora mən dediyim kimi nə istəsən, hansı məsələni istəsən, yəni gətirə bilərsən. Və biz bu alimi Ən-Nəvvini tanıdığımız üçün və ümumən siyaqa baxdıqda, ümumən onun başqa kitablarına nəzərə saldıqda, onun gətirdiyi ayətlər, yazdığı kitablar, o kitablarda gətirdiyi ayətlər, hədislər, yalan haqqında olan sözləri və s. və s. baxırıq ki, yəni bunun qəsdi bu deyil. Yəni sən əgər deyirsənsə ki, yəni yalan danışmaq müxalifə rəddiyə zamanı olarsa, o zaman bu məqam artıq bizim sənlə və yaxud Qasımla etdiyimiz məsələ artıq nədir? İttiham məsələsidir. Sən bir kəsi ittiham eləyirsən, xüsusən də alimi. Və ittiham məqamında muhtəməl sözlərdən yox, açıq, sarih ləfzlərdən istifadə etməlisən ki, baxın, belə açıq-aşkar bir sözü var bunun. Sən deyirsən ki, bəli, belə bir şey olar. Mən deyirəm ki, yox, mən o alimin sözlərini cəm elədim, baxdım, yəni
Əli Əsgər kitabında gətirdiyi bu məsələyə toxunduğu məsələlərə baxdım və həmçinin onun kitablarını da oxumuşam və orada gətirdiyi ayət və hədislər və həmçinin harda ki Allah Taala deyir ki, buyurur, əmr eləyir ki, yəni bir qövmə qarşı olan kin küdurət sizi ədalətsizliyə sövq etməsin və bu da bir növ ədalətsizlik kimi, yəni ədalətsizlikdir də, sən elə bil ki birinə böhtan atırsan. Kim olursa olsun, müxalif, rafizi olmasın, başqası olsun. Müxalifdir, sən ondan bacarmırsan ona cavab verməyə və böhtan atırsan, yalan danışırsan. Və bu məqam necə deyirlər, Allahın bu ayəsinə müxalifdir. Və bu alim də bu müxalif bir şeydən uzaqdır. Yəni ehtimal olunan kəlmələrdən yox, açıq-aşkar sarı kəlmələrdən istifadə etmək lazımdır. Və həmçinin hanı bu sözdə, bu Xalid İbn Osman Əs-Səbtin sözündəki müxalifə, yəni yalan danışmaq olar. Qasım gətirdiyi fətva, İslam web saytından fətva gətirdi də ki, orada sual verirlər. Yəni bir qadın, padruqam xristiana ərə getmək istəyir, mən də getdim ona yalan danışdım. Orada da onlar dedilər ki, problem yoxdur, yaxşı eləmsən. Nəvvidə bir dənə sözü var, kullu məqsudun məhmud, yəni və gətirdilər. Hansı məqamda? Yəni yalan danışmaq. Yəni o keçərlidir. Hardasa keçərlidir. Sadəcə mən o adamları tanımıram. Məşhur adamlardır, bilinmir kimlərdir və İslam web saytında etibar etmirəm. Onların sözlərində mərdud götürmürəm. Və dedim ki, heç olmasa bir şeyxin sözünü gətir, hansısa bir alimin sözünü gətir. Sən indi göyə gətirmirsən, nəsə gətir. Amma yoxdur elə bir şey. Burada yoxdur axı belə bir şey. Yəni onun gətirdiyi kimi bir şey gətirsəydin, sadəcə mötəbər bir alimdən, deyərdim hə. Deyərdim bəli. Amma sən gətirməmsən axı. Sən orada demirsən bunun sözündə problem var. Belə deməsəydi daha yaxşı olardı. Zaten mən də deyirəm də, yəni elə onun gətirdiyi kulli məqsudun məhmud sözündən çox şey çıxarda bilərik. Sözündən söz çıxarda bilərik, hə. Amma açıq sarih söz yoxdur. Mən də dediyim budur da. Və həmçinin də səndən də tələb eləmək, Elvin. Ya açıq-aşkar ləfz gətir, İmam Ən-Nəvvinin açıq sözünü gətir. Necə ki, mən Xoyinin sözünü gətirdim. Və sənin mənə ittiham etdiyin məsələ elə səndədir. Və Xoyinin də o fətvasına münasibət bildir. Görək sənin münasibətin nədir? Sən də bildirmədin. Yəni bu məsələdən vaz keçirsiniz. Bunu sanki eşitməməzliyə vurub keçirsiniz, gedirsiniz bu söhbəti. Qaydaq məsələyə. Məsələ nədir? Sən məni ittiham edirsən ki, bax sənə görə müxalifə rəddiyə zamanı yalan danışmaq olar. Düzdür? Və məni ittiham edirsən və deyirsən ki, bax sənin alimin də bunu deyir. Halbuki açıq-aşkar söz yoxdur. Ümumi söz gətirib. Kul məqsudin məhmud kəlməsindən istifadə edərək. Mən də sənə deyirəm ki, sənin mənə ittiham etdiyin məsələ var ha. Səndə var. Və daha sarih, açıq-aşkar kəlamla, sözlə alimə sual verirlər, söymək olar müxalifi, əgər bacarmırsansa cavabda, və yaxud böhtan atmaq olar və həmçinin və yalan danışmaq olar ona, onun yəni belə deyək, dəlilini iptal etmək üçün, onun yəni o sözlərini iptal etmək üçün. Olar, nə deyir alimin? Deyir, bəli, olar. Yəni bu səndədir də. Sən niyə özündə olan bir şeyi mənə yapışdırırsan? Nəyə görə? Yəni buna bir aydınlıq gətirin. Və subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruke və etûbu ileyk.